Salam herkese, yeni bir videodan. Bu sefer yine Avropadayım ama Çexiyadayım bu sefer. Pragda yox. Pragda olduğum üçün onun yanında kiçik bir şəhər var idi. Dedim bu sefer gəlim buranı gəzim, buranı görüm. Keçən il bir tanışım var idi. Burada təhsillə oxuyurdu. Tərifləyirdi buranı həmişə. Mən də bu gün gəlmişəm oralara baxım görüm. Şəhərin mərkəzinə təzə düşmüşəm. Heç yeri gəzməmişəm. Birazdan özümə bir-iki yer bəlirləmişəm. Balaca olduğu üçün zaten tez gəzilib bitirilə biləcəyimiz bir yerdir. Sizə kiçik kəslərlə göstərim buranı. Genel olarak zaten Çexiya mənim sevdiyim bir yer idi. Düşünürəm ki, indi də həmçinin bu şəhərini də sevəcəm. Eski bir dost, eski bir tanıdık Çexiya. Yeah, it's made with bits of real panther, so you know it's good. It's quite pungent. Oh yeah, stings the nostrils in a good way. Yeah, Brian, I'm gonna be honest with you. That smells like pure gasoline. 60% of the time, it works every time. That doesn't make sense. İlk öncə buranın bir meydanı var imiş. O meydanına gedəcəyik. Sakit şəhərdir bu arada. Hər halda əhalisi azdır. Bu səbəbdən sakitdir. Yavaş-yavaş özüm üçün bir yer tapmışdım. Dediyim kimi buranın bir şey var idi. Bu arada buranın tramvayı biraz fərqli olur. Hətta burada tramvayları qadınlar belə sürür. Bayaqları ikisi keçəndə bir-birini əl elədilər. Bura daha maraqlıdır. Gözəl binalar təbii ki də burada da var. Viyanada olduğu kimi. Bəlkə də Viyanadan da çoxdur. Amma Brno'da yox. Pragda daha çoxdur gəziləcək yerlər. Amma Viyanada həmçinin mənə çox xoşuma gəlmişdi. Burada piyada keçidiyi üçün işıq yoxdur. Bilmirəm niyə. Belə paputu biraz gəzməyə çalışdım. Dediyim kimi zaten kiçik bir yerdir deyə problemsiz inanıram ki, tez bazar hətta bir 3 saata, 4 saata bitirə biləcəyimiz bir ölkədir. Sizə də gəlməyi tövsiyə eləyərəm. Mən nə qədər verdim bura? $15 civarında pul verdim Viyanadan bura gəlməyə. 2 saat falan çəkir. Mənzərəni də göstərim. Məncə çox qəşəngdir. Bilmirəm bu bina nədir, amma yenə də Ralliçarda qəşəng. Bu Texasın bayrağına oxşayır. Mən həmişə bu incəlində Texasın bayrağına oxşadıram. İnsanlar burada mənim əlimdə belə kamera alıb gəzməyimə qaribsəmirlər. Əlimdə tripod var, işə boyda. Telefonla çəkirəm, fikir də vermirlər. Çox o cəhətdən yaxşıdır. Adamın sosial anka stresi tutmur. Burada bu arada Çexiyada çoxunluqla Şkoda istifadə edirlər. Çünki öz məhsullarıdır, öz markalarıdır. Mən şok olmuşdum keçən Pragda. Pragda vapşı çox idi. Mən biraz onda mərkəzə tərəf gedim, orada sizə təzədən başlayacağım çəkməyə. Tərəfdən getməliyəmmiş dedim. Gedəndə də yolu biraz sizə çəkim, bir-iki bir şey danışım. Viyanaya nəzərən, daha doğrusu Prag və Viyanaya nəzərən, çünki oralar paytaxtdır. Buralar kiçik şəhər olduğu üçün çox qarışıqlıq yoxdur, aşırı çox sakitlikdir. Düzdür, saat indi 12 işləyib deyəsən, 12 civarıdır. Yenə də hər halükarda orada indi biabırçılıqdır, səs, küy, qırğın. Oyda bu da qəşəng maşındır. YouTuber var idi, gəzirdi hər yeri, bütün dünya ölkələrini, nə bilim, 07-nə falan gəzir deyə. O buralardan belə bir maşını alıb getmişdi. Eyni bu rəngdə, eyni bu model o yadman işdi. Bu da RS3-dür. RS3 deyə bir şeyin olduğunu mən ilk dəfə görürəm. Amma çox qəşəngdir məncə. Xudmani bir şəhərdir Brno deyə bilərəm. Baxın, zaten Avropa mimarisi burada üstünü təşkil edir. Təbii ki də buralar da qəşəng təmsil. Buranın polisləri də bu arada belədir. Oyda gəldik, o məşhur deyəsən küçəyə gəldik. Bu arada burada polis çoxdur, Pragda da çox idi. Amma Viyanada heç polis görmədim. Axırıncı gün, yəni dünənləri gecə gördüm. Orada nəsə çox səs-küy vardı, yəni nəsə bir kriminal bir şey olmuşdu. Ona görə fırlanırdılar şəhərdə. O, yenə rəngli binalar həmişə olduğu kimi çox qəşəng görsənir. Çox qəşəngdir oralar. Tam oturup travel'dan sonra dincəlməlik yerdir. Buranın, bu arada dediyim kimi tramvayları da biraz qəribə bir fərqlidir. Siz də buraları görmüş olursunuz da məndən bir yerdə. İnanmıram Brno'ya çox adam gəlsin. Gələn adam bura nəyə gəlir? Gələn adam Praga gedər. Amma oxumaq istəsəz falan ilk izlənimlərim odur ki, sakit şəhərdir. Gəlmək olar. Hələ mərkəzdəyəm düzdür, amma dediyim kimi də tez gəzilə biləcək bir yerdir. Şəhərin mərkəzi belədir. Mən də belə göstərim bir daha. Həqiqətən çox geniş bir meydandır. Buranın başını buraxdım. Xəritədən baxdım, qəşəng bir yer var idi.
İndi ora gedirəm. Astronomik nəsə bir saat imiş. Çünki Praqda da var idi elə bir saat. Xatırlayanlarınız olar, bilənləriniz olar bəlkə. Böyük ehtimal burada ona oxşayan bir şeydi. Amma mənə maraqlı gəldi ki, iki şəhərin ikisində də belə bir şeyin olmağı. İndi özümü bilirsiniz, çox free hiss edirəm Viyanaya nəzərən. Çünki orada biraz daha stresli idi həyat. Keçidlər, tramvaylara diqqət, avtobuslara diqqət. Bura gələndən sonra görürsən ki, daha belə rahatçılıq imiş. Astronomik saat bu olmalıdır hər halda ki, çünki indi gedib baxacağıq, düzdür, amma yəni hər halda restavrasiya falan edirlər, şəkillər falan çəkirlər. Böyük ehtimal bu qabaqda gördüyünüzdür. İndi gedək görək vəziyyət nə yerdədir orada. Belə bir yerdir. Bura mən kilsəyə oxşatdım, yəni çox böyük ehtimal kilsədir, amma astronomik saat nə dəxli o mənə çatmadı. Üncülvari biraz da qabağa gedək. Bəlkə qabaqlarda bir yerdədir, bilmirəm. Gedək görək. Bu binalar da çox qəşəngdir. Bilirsiniz ki, rəngli binalardan sonra qızılı bir şeyləri olsun, yəni bilmirəm, o çıxıntıları da olsun ki, mənə maraqlı gəlsin. Hər yeri rəngli də onsuz da. Burada da nəyisə restavrasiya edirlər. Böyük ehtimal. Böyük ehtimal yox, elə eləyirlər. Bu arada gəlsəz bu Bılladan alış-veriş eləyin. Amma düzdür. Həm də ki, oba kimi bir yerdir də. Buranın 2-3 dənə mağazini var, Spar. Məsələn, Azərbaycanda da var Spar. Oba kimi bir yerdir. Mənə də belə görün. O nömrəyə bax. İndicə bir dənə biri var. Bura nə şeydir? Buranı göstərim. İndicə bir dənə arvad var idi. Gəldi qolundan taq dəydi, keçdi. O bu kimdir? Nə baxır? Hondus'un biridir. Gəldi qoluma dəydi. İndi artist angırır eşeği kimi. Səbirləşdirdi mən. Videonu 10 saniyəlik bölürəm. Əgər videolarım xoşunuza gəlirsə, Kofeal saytında xəyali kofe alaraq mənə dəstək ola bilərsiniz. İndidən təşəkkürlər. Hal-hazırda burada bir bazara gəlmişəm. Bildiğiniz yarmarka kimi bir şeydir. İndi başdan ayağa buranı gəzdirib size göstermek istedim. Bir giriş eləyək yavaşdan. Burada bildiyiniz tərəvəzlər falan var. Maraqlı bir şeyler axtarıb tapmağa çalışacağım. Bu nədir? Çıqqılı soğan. Daha sonra burada bəzədilmiş yumurtalar. Hazır. Burada da yumurtalar var. Bu nədir? Heç bir fikrim yoxdur. Burada da yumurtalar var. Burada da zaten güllər. Toxumlar deyə böyük ehtimal. Üstünə şəkilləri qoyublarsa onda ondandır. Küçük soğanlar mənə biraz təəccübləndirdi məni. Güllər falan var bu hissədə. Bildiyiniz bazardır bura. Amma belə mərkəzdə olmağı biraz qəribədir. Buranın mənim gördüyüm qədərilə tək bir turistik yeri var. O da o mərkəzdə olan, gəzmək üçün olan yeridir. Başqa çox da aşırı bir şeyləri yoxdur. Düzdür. Tam gəzib qurtarmamışam, amma yenə də bir gördüyüm qədərilə gözə gəlimli bir yeri tək oradır. Burada da güllər var. Tərəflərdə nəsə olar bəlkə, amma inanmıram. Hamısı gül çiçəkdir buradan. Bilmirəm bura niyə belədir. Otdur, hamısı ot. Səmənidir elə bil. Ona bax, hər yer otdur. Buralarda otdur. Başqa meyvə tərəvəz var deyəsən orada. Fərqli bir şey axtarıram, görüm nə var. Çiyəli isi gəlir. Deyim. Çiyəli isi gəlir. Nədən gəlir bu? Bundan çiyəli isi gəlir. Bu niyə belədir? Belə bir yerdən çıxırıq, insanlar da hamısı çıxır. Şey görsənir, burada sakitdir həmçinin. İçəri şəhər demək istəyərdim, amma belə rəngli içəri şəhər olmur da. Görə mən əsas xoşladığım yerlər, əgər bir şəhərin o qədər gəzməyə bir yeri yoxdursa, parkı əgər varsa qəşəng parkı da, o mənə çox ləzzət edir, amma burada çox böyük ehtimal park yoxdur, çox şəhərvari bir yerdir. Müəyyən qədər bəlkə də burada köhnədir, amma şəhərvari bir yerdir. Ayda buradan keçmədim indi, deyəsən yox. Göz də ora çıxaq görək, nə var orada? Görmüşdüm tezlikdən, deyəsən mənzərə idi. Şəhərin ümumi mənzərəsi, çünki kiçik bir şəhərdir. Təsəvvür edin, Praqdan sonra ən böyük şəhər buradır, amma gəzməklə 2 saatı bəlkə də buranı full gəzib qutara bilərsiniz. 3 saata maksimum. Yəni kiçik bir yerdir. Yığışıblar onlar orada. Yığışıb buraya qalar. Nə qədər komik. Malikanəyə oxşadı bura. Gedək görək. Bu bəbişlər nəyə yığışıb ora? Buranı gördüm, elə bildim parkı idi, sevmişdim bayaq. Oy da qaqa. Danışırlar bilmirəm. Bu başqa məsələ. Buranın görülməli bir yeri də buraymış. Onu da göstərmiş oldum sizə. 05-ni çəkirəm, hələ də yerləşmir tam olaraq kameraya. Hündürdür. Aşırı çox hündür deyil, amma yenə də hündürdür. Bayaqdan daş torpağı çəkirəm. Biraz da gül üzümü görün. Danışda çox da bir şey yoxdur bura haqqında. Ki oturum danışım. Buranın tarixi belə, buranın nə bilim nəyi belə. Şey deyim ki, bundan sonra axşam saat 8-də falan almışam bileti. Buradan bilmirəm keçmək olar yox. Belə bir yerdir. Orada işlədik. Restoranıymış. Baxca. Düşüm gedim bəlkə orada oturum. Əslində var Prosta küləklidir burada, sevmədim. Şəhər mərkəzi daha çox ləzzət elədi. Orada da
yeməyə bir şey almaq istəyirəm. 2 bölümün adından. Gedək buranı çəkim görüm burada nələr var. Nə qədər külək olar, nə qədər olar. Belim tər aparır, amma külək də var. Gəlin sizə bir mənzərə göstərdim. Buranın içi də belədir. Çox qışqırmaq istəmirəm. İndi bir yandakı kimi qovacaqlar ki, video olmaz çəkilir. Yox, qovmadı ki. Burada qəribədir biraz. Güç kimi işini demədi. Mən də çəkməyə davam edirəm. Kənarlara baxaq görün nələr var. Çoxunluqla heykəllərdir belə. Oturmağa yer. Klasik bildiyimizdə. Belə bir yerlər var. Ev selfie kamerasını çəkirəm. O yüzden xotuq çevirməyə. Burada belə yüngülvari. İnsanlar hisslər yaşayır burada. Yüngülvari, məndə yüngülvari. Şəkli çəkib qaydıram. Uşaqlar, bura həqiqətən həqiqi bir kilsədir. Böyük ehtimal. Bizlər turistik idi full. Bu cəmaət oturub ağlayıb eləyirlər ya. Gördüm nə olur. Uşağın gözləri gətirib ağlayır. Bir baxıb onlara gülür, bir ağlayır. Cəmaət də mənə baxır bu cibəsər. Deyinir burada. Yəni neysə çıxaq ucu. Maraqlı bir hissi oldu bura. Sonra gedim dərkən qəşəng bir yer tapdım. İndi oranı göstərim. Baxın, dedim bayaqki malikanə söhbətdir bura. Məncə malikanədir. İnsanlar oturur. Bayaqki belə bir parkdan naşirdim. Prosta yemək olmayan ləzzət eləm. İndi burada oturacam. Oturmayacam, bilmirəm. Mənzərə deyəndə elə bir mənzərə də yoxdur. Durub 2-dən yüksəkliyə çıxdım. Həqiqətən bir mənzərəsi yoxdur. Uzaq başı storylik, nə bilim, zat şəkillər çəkərəm. Heç özümün şəklimi çəkməmişəm ya. 2 dənə də öz şəklimi çəkim post atmağa. Baxdım, astronomik saat deyə durmuşam. Saatı da oxşamır bu. Mesela böyle uzun bir qara bir şey qabağında durmuşam, göstərəcəm. Bu deməli saat hər gün 11-də bizə dəmir bir bilye atır çölə. Misket kimi bir şeydir. Onu da götürüb özünə xatirə saxlayırsan. Başında da belə fırlanmış. Sən demə buymuş astronomik saat. Bir də bayaqdan oturmuşam burada. Xəritədə bir də baxıram astronomik saat buna yazıb. Yəni bunun saatla nə dəxilisi var da? Belə bir qəribə bir şey idi. Hamıya salam mı deyim, sağ ol mu deyim bilmirəm. Buranın çəkilişinin çıxışını eləmək videonun yadımdan çıxıb. Mən də dedim ki, bir çıxış eləyim bu videoya. Videoda gördüyünüz kimi Brno çox da böyük gəziləcək bir yer deyil. Ona görə heç kimə açığı tövsiyə eləmirəm. Əgər böyük çapda bir traveler deyilsinizsə, oraya gedib pul xərcləməyə ehtiyac yoxdur. Hətta 1-2 gün qalmağa heç ehtiyac yoxdur. Amma əgər təhsil barəsində gedirsinizsə, ola bilər. Çünki kiçik bir towndur. Həmin yerlərdə xərclər daha az olur həmişə. Qalmağa yerlər yaxşı olur. İnsanlar lokal olur deyə bir-birindən isinlikləşmiş olur. Ondan əlavə olaraq da travel üçün heç də tövsiyə eləmədiyim bir yerdir. Çünki çox da görüləcək bir yeri yoxdur oranın. Çox kiçik bir yerdir. Ümumiləşdirsək bunu deyə bilərəm ancaq. Ondan əlavə də abunə olub, bəyənməyi, yorum yazmağı unutmayın. Yorum bilirsiniz niyə önəmlidir mənə? Yorumda keyfiyyətli və ya keyfiyyətsiz olduğunu anlayıram videonun və nəyi dəyişib, nəyi dəyişməməli olduğumu da anlayıram. Gələn səfərki videolarda, bu yaxınlarda Amerikaya gedirəm. Deyək ki, sizə New Yorkdan video çəkdim və yaxud da fərqli bir yerdən video çəkdim. Nə tərzdə videolar istəyirsiniz, onu bilmiş oluram. Məsələn, sizin işinizə yarayacaq. Təhsillə bağlı istəyirsiniz, gedin bir universitetə. Ondan əlavə başqa nə istəyirsinizsə, o barədə də deyə bilərsiniz. Yorumlar bunun üçün önəmlidir. Like-dakı etkiləşim üçün önəmlidir. Nəysə, bunları eləyərsiniz. Instagramda da qoyuram. İzləməyi unutmayın.